Uşaqlarda tez-tez burun axması, öskürək müşahidə olunur ki, bunlar uşağın immunitetinin zəif olması anlamına gəlirmi? Ümumiyyətlə, sağlam hesab edilən hər bir uşağın ilk 5 yaşda, əlbəttə ki, immun sistemin ən immatur olan, yetişməyən vaxtlarında, xüsusən də uşaq əgər həm də kollektivə gedirsə, il ərzində 10 dəfə, hətta 12 dəfə üst tənəffüs yolu xəstəliklərinə yoluxa bilər deyirik. Yəni, bu demək deyil bu uşağın immuniteti zəifdir. Normal hesab edilən, sağlam hesab edilən uşaq belə kollektivə çıxırsa, bir mövsümdə 10 dəfə qrip ola bilər, virus keçirə bilər, öskürə bilər, askıra bilər, hərdən biraz qızdıra bilər, bəzən qulağı ağrıya bilər, bəzən biraz qusma, ishal keçirdə bilər. Yəni, bunlar normal uşaqda görülə bilən hallardır. Amma hansı uşaqda biz bunu immunitetin patologiyası kimi qəbul edə bilirik? Hansı uşaqda biz bunun anadan gəlmə immun yetməzliyi ola bilər deyə düşünürük? Əgər hər xəstəlik uşaq ağırlaşma ilə keçirdirsə, hər xəstəlik zamanı xəstəxanaya düşürsə, hər xəstəlik zamanı stasionar yatışa ehtiyac olursa, hər xəstəlik zamanı 10-15 gündən çox davam edəcək qədər antibiotik müalicəsinə ehtiyac olursa, hər xəstəlikdə uşaq pnevmoniya ilə ağırlaşırsa, hər xəstəlikdə irinli otitə keçirsə və s. Yəni, bu vəziyyətlərdə biz düşünürük ki, bu uşağın immunitetində problem var. Çünki özü mübarizə etmir. Çünki immun sistemin öz ehtiyatları da var axı, öz mübarizə üsulları da var axı. Əgər heç cürə immunitet mübarizə aparmırsa, burada anadan gəlmə immun yetməzliklər ola bilər və araşdırma ehtiyacı yarana bilər və bu halda təbii ki, immunoloq köməyi belə bəzən lazım ola bilər.